İkinci qrup ümumi sınaq 18. Birinci sual. 400 manata satılan stolun qiyməti 2 dəfə eyni faizlə ucuzlaşdıqdan sonra 324 manat olub. Stolun qiyməti hər dəfə neçə faiz ucuzlaşıb? Mürəkkəb faiz artımı düsturuna aid məsələdir. Burada başlanğıc qiyməti S0 400, N2, S2 isə 324-ə bərabərdir. Mürəkkəb faiz artımı düsturuna görə biz tapmalıyıq R-i, yəni dəyişmə faizini. Sn bərabərdir, S0 vurulsun, 1 çıxılsın, R bölünsün 100 üstü N. Bu düsturda verilənləri nəzərə alaq. S0-ın əvəzinə 400, 1 çıxılsın, R bölünsün 100 üstü N2-dir, bərabərdir 324-ə. Buradan R bölünsün, 1 çıxılsın, R bölünsün 100-ün kvadratı tapılır, 324 bölünsün 400. Hər tərəfdən kök alsaq, alarıq 20-də 18. Buradan R bölünsün 100-ü tapsaq, eləyəcək 20-də 2. R də buradan tapılır 10. Düzgün cavab olacaq. Birinci sualda C variantı. İkinci sual. Ədədləri yazıldığı ardıcıllıqla artan ardıcıl natural ədədlər olarsa, əkop x, y-i tapın. Ardıcıl natural ədədlərdirsə, birinci ədəd 2x üstəgəl 6, ikinci ədəd 3y çıxılsın 6, üçüncü ədəd 6x çıxılsın 8-dirsə, onda bunların sonraki ilə əvvəlki ədədin fərqi burada 1-ə bərabər olmalıdır. Onda 6x çıxılsın 8, 2x üstəgəl 6-dan 2 vahid böyük olmalıdır. Yəni 6x çıxılsın 8-dən çıxsaq 2x üstünə gəlinsin 6-nı, bu bərabər olmalıdır 2-yə. Buradan 4x çıxılsın 14 bərabər 2 alınır. 4x bərabərdir 16 alınır. X də bərabər 4 tapılır. X bərabərdir 4 qiymətini nəzərə alsaq, alarıq ki, A bərabərdir 14. B-ni hələlik yazmıram. B 3y çıxılsın 6 kimi qalsın. C-dəki 16 eləyəcək. X-in əvəzinə 4 yazsaq 16. Deməli, ardıcıl natural ədədlərsə, onda 3y çıxılsın 6 da 15 olmalıdır. 14, 15, 16. Onda 3y bərabər 21, y də 7-dir. Bizdən 4 və 7-nin əkobunu soruşur, o da 28-ə bərabərdir. Düzgün cavab A variantı. Üçüncü sual. Həqiqi əmsallı kvadrat əlinin kökləri x1 bərabərdir 3a çıxılsın ai olarsa, bu ifadənin qiymətini tapın, i xəyali vahiddir. Onda kvadrat tənlinin digər kompleks kökü bu köklə qoşma olmalıdır. 3a üstünə gəlinsin ai olmalıdır. Bu ifadənin qiymətini hesablasaq, onda bu köklərin cəmi x1 və x2-nin cəmi eləyəcək 6a. Köklərin hasili isə x1 vurulsun x2 bərabərdir 9a kvadrat çıxılsın a kvadrat vurulsun i kvadrat. Bunu da hesablasaq eləyəcək 9a kvadrat üstünə gəl a kvadrat 10a kvadrat edir. İndi bu ifadədə yerinə yazaq. Olacaq 6a-nın kvadratı bölünsün 10a kvadrat, bu da bərabərdir 36a kvadrat bölü 10a kvadrat eləyəcək 3,6 D variantı. Dördüncü sual. İntegral x kvadratı burada parçalayaq. X kvadratın əvəzinə yazaq. X kvadrat çıxılsın 1, üstünə gəl 1. Yəni surətə 1 əlavə edib çıxırıq. Daha sonra bunların ikisini bir qruplaşdıraq və vuruqlara ayıraq. X çıxılsın 1, x üstə gəl 1. Bölünsün x plus 1 dx bərabərdir. Daha sonra surəti məxrəcə hədbəhəd bölsək, alarıq
x çıxılsın 1 üstünə gəl 1 bölünsün x üstə gəl 1 dx. İnteqrallar cəmi kimi də bir inteqrallaya bilərik. X çıxılsın 1-in inteqralı eləyəcək x kvadrat bölünsün 2 çıxılsın x. 1 bölünsün x plus 1-in inteqralı ln x üstünə gəlsin 1. Üstünə gəlsə düzgün cavab olacaq Y variantı. 5-ci sual. 0,5 üstü 1 bölü x üstünə gəl y bərabərdir. 0,125 0,5-in kubu deməkdir. 0,2 üstü x üstünə gəl 1 bölü y bərabərdir. 0,4 isə 0,2-nin kvadratıdır. Buradan əsasların eyni olmağından alırıq ki 1 bölü x üstünə gəl y 3-ə bərabərdir. X üstünə gəl 1 bölü y isə 2-yə bərabərdir. Ortaq məxrəcə gətirə verilmiş, alınmış kəsirləri x 1 üstə gəl x y bu 3-ə bərabərdir. 1 üstə gəl x y bölü y isə 2 alırıq. Sistemin birinci tənliyini ikinci tənliyinə tərəf-tərəfə bölsək, alarıq ki y bölünsün x bərabərdir 3 bölü 2, yəni cavab olacaq 1,5 C variantı. 6-cı sual. A kök altında 8-ci dərəcədən 7 çıxılsın 1 olarsa, kök altında 8-ci dərəcədən 7 üstünə gəl 1, 4-cü dərəcədən 7 üstünə gəl 1 və kök altında 7 üstünə gəlsin 1 ifadələrinin hasilləri, ədədlərinin hasilləri soruşulur. Burada bu ifadəni kəsir kimi yazsaq, yəni məxrəci 1 surətində olduğu kimi yazaq və bu kəsirin surət və məxrəcin kök altında 8-ci dərəcədən 7 çıxılsın 1-ə vuraq. Bölünsün 8-ci dərəcədən 7 çıxılsın 1 bərabərdir. Burada kök altında 8-ci dərəcədən 7 ilə kök altında çıxılsın 1 ilə kök altında 8-ci dərəcədən 7 üstünə gəlinsin 1 bir-birinə qoşması olduğuna görə kvadratlar fərqi düsturuna görə bu olur. Bunların ikisinin hasili olur. Kök altında 4-cü dərəcədən 7 çıx 1. Kök altında 4-cü dərəcədən 7 çıx 1 bunların ikisinin hasili eləyir. Bunu bir fərqli rənglə yazım üstündə. Kök altında 4-cü dərəcədən 7 çıxılsın 1. Bunların ikisinin hasilidir. Və onu kök altında 4-cü dərəcədən 7 üstünə gəl 1-ə vursaq eləyəcək. Kök altında 7 çıx 1. Və kök altında 7 çıx 1 və nəhayət o kök altında 7 çıx 1-i kök altında 7 üstə gəl 1-ə vursaq eləyəcək. Kök altında 7-nin kvadratı çıx 1, yəni 7 çıxılsın 1, məxrəc də olduğu kimi qalar. İndi şərtə görə məxrəcdəki ifadə A-ya, surəti də hesabladıq 6-ya bərabərdir. Deməli cavab olacaq 6 bölünsün A, yəni A variantı. 7-ci sual. Kateti 6 olan bərabər yanlı düzbucaqlı üçbucağın hipotenuzu ətrafında fırlanmasına alınan cismin yan səthinin sahəsini tapın. 7. Deməli, bərabər yanlı düzbucaqlı üçbucaqdır. Bərabər yanlı düzbucaqlı üçbucaqdır. Katetlərin biri 6-dırsa, digəri də 6-dır. Bunu hipotenuz ətrafında fırlatdıqda nə alınacaq? Bunu hipotenuz ətrafında fırlatdıqda
bir-birinə bitişi iki konus alınır. Bu konusun radiusu hipotenuzu çəkilmiş hündürlüyə bərabərdir. Hündürlüyü isə hipotenuzun yarısına bərabərdir. Bu düzbucaqlı üçbucağın buna bir ABC desək, AB-nin yarısı olur o alınan konusların hər birinin hündürlüyü, yəni h bərabər olur hipotenuzun yarısı, hipotenuz 6 kök altında 2-dir. 6 kök altında 2-nin yarısı, yəni 3 kök altında 2-yə. Radiusu isə bərabərdir. Konusun radiusu ABC düzbucaqlı üçbucağın hipotenuzuna çəkilmiş hündürlüyə bərabərdir. Bu bərabər yanlı düzbucaqlı üçbucaq olduğuna görə hündürlük həm də mediandır. Yəni o da hipotenuzun yarısına bərabər olar. Alınan cismin yan səthinin sahəsini tapın. Burada onsuz bir bitişi bir fiqur alınır. Onun yan səthinin sahəsi, onun səthinin sahəsi də elə. Səthinin sahəsini tapsaq eləyəcək 2 dənə konusun yan səthi qədər eləyəcək. Yəni S bərabərdir 2 vurulsun pi r L. L də burada katetlərə, yəni 6-ya bərabərdir. Hesablayaq bunu. 36 kök altında 2 pi 7-ci sualda olacaq. Düzgün cavab C variantı. 8-ci sual. Bərabərsizliyini həll edin. Bu ifadədən modulca x çıxılsın 4. Bu ifadədən isə boş x çıxılsın 4 çıxır kök. Və bura diqqətlə baxsaq, görərik ki, burada x çıxılsın 4-ün modulu kiçik bərabərdir x çıxılsın 4-dən. Yəni, hansı ədədin modulu onun özündən kiçik və ya bərabərdir. Yəni, hansı ədədin modulu özündən böyük deyil. Burada bu şərti ödəyən müsbət ədədlər bu şərti ödəyəcək. Mənfi ədədlər bu şərti ödəməyəcək. Burada ödəyən 0 və müsbət ədədlərdir. Yəni ki, A böyük bərabər 0 olduqda bu doğrudur. Onda bu bərabərlik nə vaxt mümkündür? X çıxılsın 4 böyükdür, bərabərdir 0 olduqda. Yəni x böyük bərabər 4 olduqda, yəni x daxildir 4 müsbət sonsuzluq olduqda doğrudur. Yəni doğru cavab olacaq 8-də Y variantı. 9-cu sual. Simmetriya oxu 4 olan parabolası 1,6 nöqtəsindən keçərsə, bu parabolanın təpə nöqtəsinin koordinatlarını tapın. Parabolanın simmetriya oxunun tənliyi 4-dür və bu 1,6 nöqtəsindən keçir. Parabola 1,6 nöqtəsindən keçir. Əvvəlcə 1,6 nöqtəsindən keçirsə parabola, onda x-in yerinə 1, y-in yerinə 6 yazsaq, alarıq ki, 6 bərabərdir 1 üstəgəl b üstəgəl c. Yəni buradan alırıq ki, b və c-nin cəmi 5-ə bərabərdir. Və simmetriya oxunun 4 olması. Simmetriya oxunu bilirik ki, mənfi b bölünsün 2a. A da bizdə 1-ə bərabərdir. Buradan dərhal b tapılır və b mənfi 8 olur. B mənfi 8 isə burada nəzərə alsaq, mənfi 8 üstünə gəl c 5-ə bərabərdir. C isə 13-ə bərabərdir. C-ni 13 tapırıq. Deməli, parabolanın tənliyini artıq aldıq. 8x üstünə gəlsin 13 şəklindədir. Təpə nöqtəsinin koordinatlarını tapın. Təpə nöqtəsinin koordinatlarını tam kvadrat da ayırıb tapa bilərik və yaxud da apsisi məlumdur artıq. Bircə qalır ordinatı tapmaq. Bunu tam kvadrata ayıraq. Bundan tam kvadrat ayıraq. Daha doğrusu x kvadrat çıx 8x üstünə gəlinsin. Burada 16 olmalıdır ki tam kvadrat olsun. Çıxılsın 3. Yəni
Nəticədə aldıq ki, x çıxılsın 4-ün kvadratı çıxılsın 3. Deməli, bunun təpə nöqtəsinin koordinatı olacaq 4 mənfi 3. Yəni, 9-cu sualda düzgün cavab olacaq D variantı. 10-cu sual. Euler-Venn diaqramına aiddir. Çoxluqlar bölməsinə aid. Deməli, A çoxluğu bu olsun, B çoxluğu bu olsun. B-nin A-dan fərqli 4 elementi var. A-nın ümumi 10 elementi var və A-nın elementləri B-nin elementlərindən 3 vahid çoxdur. A-nın elementləri B-nin elementlərindən 3 vahid çoxdur. Burada belə bir şey yazsa, burada x, buranı y ilə işarə eləsək, şərtə görə x və y-in cəmi, yəni A-nın elementlərinin sayı 10-dur. Onda A-nın 10 elementi varsa, bu şərtə görə B-nin elementlərinin sayını tapa bilərik. B-nin elementlərinin sayı eləyəcək 7. B-nin 7 dənə elementi var. Onda B-nin 7 dənə elementi varsa, bu y-in qiyməti tapılır. Y kəsişmədir. Kəsişmənin elementlərinin sayı olacaq 3 dənə. İndi kəsişmənin 3 elementi varsa, yəni N, A kəsişir B çoxluğunun 3 elementi varsa, bunun alt çoxluqlarının sayını tapın. Alt çoxluqlarının sayı 2 üstü N, A kəsişir B, yəni 2 üstü 3 bərabərdir 8 olacaq. Düzgün cavab A variantı. 11-ci sual. Trapesiyanın diaqonalları onun orta xəttini 5, 3, 5 nisbətində bölür. 5, 3, 5 nisbətində bölür. Trapesiyanın böyük oturacağının kiçik oturacağından neçə dəfə böyük olduğunu tapın. 11-ci sualda şəkli çəkək əvvəlcə. Deməli, trapesiyadır. Orta xətti ABCD trapesiyası olsun. MN onun orta xəttidir. Trapesiyanın diaqonalları onun orta xəttini 5, 3, 5 nisbətində bölür. Diaqonalları çəkək. 5, 3, 5. 5x, 3x, 5x bölür. Kiçik oturacağın, trapesiyanın böyük oturacağının, kiçik oturacağının neçə dəfə böyük olduğunu tapın. Burada ABC üçbucağının orta xətti MK-dır. Ona görə də BC-nin uzunluğu bu 5x-in 2 mislinə, yəni 10x olacaq. ACD üçbucağının orta xətti KN-dir, yəni 8x-dir. Onda AD oturacağı olacaq, onun 2 misli 16x. Trapesiyanın böyük oturacağının kiçik oturacağından neçə dəfə böyük olduğunu tapın. 16x-i 10x-ə böləndə buradan 1,6 taparıq. 11-də cavab olacaq Y variantı. 12-ci sual. Ədədi silsilədən A2 bərabərdir AA, A6 bərabərdir AAA və silsilə fərqi D kiçikdir 115 olarsa, bu şərti ödəyən ədədi silsilələrin sayını tapın. A6-dan A2-ni çıxsaq, bu bərabər olur 4D-yə, bu da bərabərdir 3 rəqəmli eyni olan A ədədindən AA ədədini çıxsa, qalır burada 100A. Onda buradan D-ni tapsaq, D eləyəcək 25A. Yəni 25A şərtə görə kiçikdir 115 olmalıdır. A kiçikdir 115 böl 25. Bunu da 5-ə ixtisar aparsaq, alırıq ki, A kiçikdir 23 bölünsün 5. Yəni A kiçikdir 4,5-də 3-dən. 4,5-də 3-dən kiçikdirsə, bu şərti ödəyən A-ların sayı və A rəqəmdir. Onu da nəzərə alsaq və 0 ola bilməz əvvəldə işləndiyinə görə. 1, 2, 3 və 4 ola bilər. 12-də düzgün cavab olacaq
A variantı. 13. Müstəvi ilə 60 dərəcəli bucaq əmələ gətirən mailin uzunluğu 30-dur, müstəvidir. Ondan AB mail olsun. 60 dərəcəli bucaq əmələ gətirir. 60 dərəcəli bucaq əmələ gətirən mailin uzunluğu 30-dur. Bu mailin müstəvi üzərində proyeksiyasının uzunluğunu tapın. 30, 60, 93 bucaqdır. 30 dərəcə qarşısındakı katet proyeksiyaya uyğundur. Ona görə də AS-nin uzunluğu olacaq 15 sm. Düzgün cavabı 13-də D variantı. 14-cü sual. Tangens alfa bərabər 5 olarsa, sinus 2 alfa B bərabərdir tangens 2 alfa və C bərabərdir kosinus 2 alfa ədədlərini müqayisə edin. Sinus 2 alfanın tangensli ifadəsi 2 tangens alfa bölünsün 1 üstünə gəl tangens kvadrat alfadır. Yəni A-nın əvəzinə yaza bilərik 2 tangens alfa bölünsün 1 üstünə gəl tangens kvadrat alfa. B bərabərdir tangens 2 alfanın düsturuna görə 2 tangens alfa bölünsün 1 çıx tangens kvadrat alfadır. Və kosinus 2 alfa yəni C bərabərdir. Kosinus 2 alfada 1 çıx tangens kvadrat bölünsün 1 üstünə gəl tangens kvadrat alfa. 1 üstünə gəl məxrəcdə 1 çıxılsın tangens kvadrat alfa. Tangens alfanın qiymətini yerinə yazıb hesablama aparmaq qalır. Burada eləyəcək 10 bölünsün 26 yəni 13-də 5. İkincidə 10 bölünsün mənfi 24. Bu da bərabərdir mənfi 12-də 5. Və C bərabərdir. Yuxarı eləyəcək 26, aşağı eləyəcək mənfi 24. Bu da eləyəcək mənfi 12-də 13. Müqayisə eləsək, burada A müsbət olduğuna görə ən böyüyü A-dır. Daha sonra B və C-ni müqayisə eləsək, B daha böyükdür və ən kiçik isə C-dir. Ona görə də 14-də düzgün cavab olacaq A, B, C, yəni D variantı. 15-ci sual. ABC üçbucağında BD 6-dır. BC 12-dir. Onda burada 6 santimetrdir. AB 7-dir. AD kök altında 29-dur. Onda buradan belə çıxır ki, AD mediandır. AC tərəfinin uzunluğunu tapın. Bunu da yazaq B. Onda medianın düsturuna görə MA bərabərdir 2-də 1 kök altında 2 vurulsun 7-nin kvadratı. Üstünə gəl 2 vur B-nin kvadratı çıxılsın 12-nin kvadratı. Medianın düsturuna görə yaza bilərik. Buradan MA-nın uzunluğu da verilib bizə. Kök altında 29-dur. Bərabərdir. 2-də 1 vurulsun. 98. 49-u 2-yə vuranda. Üstünə gəl 2B kvadrat çıxılsın 144. Hesablayaq. Hər tərəfi kvadrata yüksəldə 29 bərabərdir. 4-də 1 vurulsun. 98. Üstünə gəl 2B kvadrat çıx 144. 4-ü vuraq 29-a. Eləyəcək deməli 116 bərabərdir 98 üstünə gəl 2B kvadrat çıxılsın 144. Onda 2B kvadrat bərabərdir 116 üstünə 144 çıxırıq 98. 2B kvadrat bərabərdir. Bunların ikisini cəmi eləyəcək 260.
260-dan da 98 çıxsaq, qalacaq 170, 162. 162, onda b kvadratı taparıq 81. B bərabərdir 9 eləyəcək. 15-ci sualda düzgün cavab D variantı. 16-cı sual. Tənliklər sistemindən x kvadrat üstünə gəl y kvadrat cəmini tapın. Bu sistemin ikinci tənliyini əvvəlcə 2-yə vururam. Birinci tənliyin olduğu kimi yazıram. 4xy 16-ya bərabərdir. Bunu 2-yə vursaq 6x üstə gəl y çıxılsın 4xy bərabərdir 26 eləyəcək. Tərəf-tərəfə toplasaq alınar 7x üstünə gəlinsin y bərabərdir 42. X üstə gəl y bərabərdir 6. Onda x üstə gəl y 6-dırsa burada yerinə qoysaq hər hansı bir tənlikdə. Məsələn, birinci tənlikdə 4xy bərabərdir 16. Buradan 4xy tapırıq 10. Və xy bərabərdir 2,5. Deməli, xy bərabərdir 2,5. X kvadrat üstə gəl y kvadrat bərabərdir x üstə gəl y-in kvadratı çıx 2xy olduğuna görə x üstə gəl y-in kvadratı, yəni 6-nın kvadratı eləyəcək 36 çıxılsın 2 xy-dəki 2,5-dir bərabərdir 36-dan 5 çıxsaq bərabərdir 31. 16-cı sualda düzgün cavab olacaq C variantı. 17-ci sual. Deyir, verilmiş bərabərsizlik hansı bərabərsizliklə eyni güclüdür? Açıb sadələşdirək əvvəlcə bunu. Burada məxrəcdə dəyişən olduğuna görə bunları bir tərəfə keçirdib sadələşdirmək lazımdır. Tənasüb kimi vurub açmaq olmaz. Vurub açmaq olsa da əlavə şərt yazmaq lazımdır və o da həllin uzanmasına səbəb olacaq. Ona görə də açaq buna. X kvadrat üstünə gəlsin 8x, üstünə gəlsin 16, çıxılsın 8. Bu kiçik bərabərdir. Məxrəcdə x, surəti açaq x kvadrat üstünə gəl 8x, üstünə gəlinsin 16, çıxılsın 16. Sadələşdirək biraz. Olacaq x kvadrat 8x, üstünə gəl 8, kiçik bərabərdir. X kvadrat, üstünə gəl 8x, bölünsün x. Burada diqqətli olmaq lazımdır. X sıfırdan fərqlidir şərti daxilində bunu ixtisar apara bilərik. X sıfırdan fərqlidir şərtini yazıram. Alınacaq x kvadrat üstünə gəl 8x üstünə gəl 8 kiçik bərabərdir. Surətdən x-i çıxardıb ixtisar aparsam x üstünə gəl 8 alınır. Burada 8-lər islah olunur, alınır. X kvadrat üstünə gəl 7x kiçik bərabərdir 0 və buradan x-i mötərizə xaricinə çıxarsaq x üstə gəl 7 kiçik bərabərdir 0. Bu bərabərsizliyi həll eləsək və bir də bunu da yanında yazaq. X sıfırdan fərqlidir. X üstə gəl 7 kiçik bərabərdir 0. Bunun sıfırları 0 və mənfi 7-dir. Mənfi 7 daxildir, amma 0 daxil deyil. Bu şərtə görə daxil eləməməliyik. Və intervallar üsulu ilə və yaxud parabolanı çəkib tapsaq, bu hissələr olacaq müsbət, bura mənfi, bura müsbət. Bizə kiçikdir, bərabərdir 0 və x sıfırdan fərqli olan qiymətlər lazımdır. Bu da x, daha doğrusu belə. Mənfi 7 və 0 arasında yerləşir. Mənfi 7 daxildir, 0 daxil deyil. Yəni 17-də olacaq Y variantı.
18-ci sual. Verilmiş ifadə, hansı ifadə bu ifadənin vurğu deyil soruşulur. 18-də. A üstü 6 çıx 729. Vurğulara ayıraq bunu. Bu A kubunun kvadratıdır. A kvadratının kubu kimi yazaq bunu. 729'dur. Və bərabərdir. A kvadrat çıxılsın. 729 özü 9'un kubudur. Bunu da 9'un kubu kimi yazaq elə. Vurulsun. Birincinin kvadratı. Yəni A üstü 4 üstünə gəl. Bunların hasili 9A kvadrat. Üstünə gəl 81. Buradan birinci ifadəni də vurğulara ayırsaq A çıx 3, A üstə gəl 3 və A üstə gəl 4, üstünə gəl 9A kvadrat, üstünə gəl 81. Burada əvvəlcə baxan kimi görürük ki, A çıxılsın 3 vuruğudur, A üstə gəl 3 vuruğudur, qalır qalan 2 dənə. İndi bu ifadəni ayrıca yazıb vurğulara ayırıram. Burada belə yazarıq. A üstü 4 üstünə gəl 9A kvadrat üstünə gəl 81 bərabərdir. Bunların ikisini yox, daha doğrusu bundan bunu. Bunlardan tam kvadrat ayırsaq yaza bilərik. A kvadrat üstünə gəl 9'un kvadratı çıxılsın. Hasilin 2 misli, yəni 18A kvadrat üstünə gəl 9A kvadrat bərabərdir. Bu da eləyəcək A kvadrat üstünə gəlsin 9. 9'un kvadratı çıxılsın 9A kvadrat. Bunu da kvadratlar fərqi ilə vurğulara ayırsaq alarıq ki, A kvadrat çıxılsın 3A üstünə gəl 9. A kvadrat çıx 3A çıx 9. Daha doğrusu A kvadrat üstə gəl 3A üstə gəl 9. Baxaq variantlara. A kvadrat çıx 3A üstə gəl 9 var. A kvadrat üstə gəl 3A üstə gəl 9 var. A kvadrat üstə gəl 3A üstə gəl 9 var. Deməli, olmayan vuruq 18'də olacaq A variantı. 19. Tənliyinin bu aralıqda neçə kökü var? 19'da deyir. Kosinus 7x'i yazaq kosinus 5x üstünə gəl 2x kimi. Üstünə gəl sinus 2x vur sinus 5x bərabərdir. Kök altında 2 bölünsün 2 kosinus 2x. Daha sonra bu ifadəni açıb sadələşdirsək olacaq kosinus 5x kosinus 2x çıxılsın sinus 5x sinus 2x'dir və o bu ifadə ilə islah olunacaq. Nəticədə bu alınır. Bir tərəfə yığıb sadələşdirək. Kosinus 2x'i mötərizə xaricində çıxarda daha doğrusu qalacaq belə bir şey. Kosinus 5x çıx kökdə 2 bölü 2 bərabərdir 0. Buradan alarıq ki, ya kosinus 2x 0'a bərabər olmalıdır ya da kosinus 5x bərabər olmalıdır kök altında 2 bölü 2'yə. Birinci tənliyin 2x bərabərdir 0'ı alır kosinus pi böl 2 üstünə gəlinsin pi kalardan. X'i də tapanda olur pi bölünsün 4 üstünə gəl pi k böl 2 k tam ədəddir. İkinci tənlikdən isə kosinus 5x bərabər kökdə 2 bölü 2 olmağından alırıq ki, 5x bərabərdir. Mənfi 1 üstü, yox, daha doğrusu müsbət mənfi pi bölünsün 4 üstünə gəl 2 pi k'dır. Və hər tərəfi, burada k yazmayıq, fərqli olsun, n olsun, n tam ədəddir. Buradan hər tərəfi 5'ə bölsə eləyəcək müsbət mənfi pi bölünsün 20 üstünə gəl 2 pi bölünsün 5 n. N daxildir tam ədədlər çoxluğuna. Birinci həllərdən, birinci tənlikdən aldığımız həllərdən, yəni bunlardan 0-90 aralığına düşən bircə pi böl 4'ün özüdür. Başqa həll o aralığa daxil deyil.
0-90 aralığına bir dənə düşür. Buradan bir həll var. X bərabərdir 45 dərəcədir. Bu həllərdən bunu dərəcə ilə yazsaq, müsbət mənfi, bu 9 dərəcə deməkdir. 180-ı 20-yə böləndə 9 dərəcə eləyir. Üstünə gəl, 2/5 də 72 n deməkdir. Buradan n'in hansı qiymətinə görə bu aralığa daxildir? Birinci n bərabərdir 0 olsa, buradan x bərabərdir müsbət 9 daxildir. N bərabərdir 1 olsa, n bərabərdir 1 olsa, buradan 1, 72 üstə gəl 9 da daxildir, yəni 81 də daxildir. X bərabərdir 72-dən 9 çıxanda, yəni 63 dərəcədə daxildir. N'in 2, 3 və s. qiymətlərində bu aralığa daxil olmayacaq. Beləliklə tənliyin bu aralığa daxil olan kökləri 45, 9 dərəcə, 81 dərəcə və 63 dərəcədir. 20-ci sual. Dilinin uzunluğu 8 olan kubun hər iki diagonal kəsi çəkilərək kub 4 kongruent fiqura bölünmüşdür. Alınmış fiqurlardan birinin tam səthinin sahəsini tapın. Deməli, kub 4 kongruent diagonal kəsiklərinin çəkilməsi ilə 4 dənə kongruent fiqura ayrılmışdır. Bunlardan birini, deməli 4 dənə üçbucaqlı prizma alınacaq. Düz üçbucaqlı prizma. Onlardan birinin səthinin sahəsini hesabı. Til 8-dirsə, onda diagonal eləyəcək kvadratın, oturacağın diagonalı, yəni kvadratın diagonalı 8 kökdə 2, bunlara 4 kökdə 2, 4 kökdə 2 düşəcək. Hündürlük 8 olacaq. İndi tapaq bunun səthinin sahəsini. Bir dənə üçbucaqlı prizmadır. Onu təzədən təsvir edirəm aşağıda. Bunun birinin səthinin sahəsini hesablamalıyıq. Burada ölçülər 4 kökdə 2, 4 kökdə 2, bura 90 dərəcə, bura 8, hündürlük 8. S bərabərdir. S yan P oturacaq, vurulsun H-dır. Yəni 8 üstünə gəl, 8 kökdə 2 vurulsun 8. Bu yan səthidir. Üstünə gəl, 2 dənə oturacaq. Oturacağı da bərabər yanlı düzbucaqlı üçbucaqdır. Onun da sahəsi katetlərin hasili bölünsün 2-dən. Eləyəcək 16 bölünsün 2 bərabərdir 8 olacaq. 32/2 daha doğrusu. O da 16 eləyəcək. Toplasaq bunları eləyəcək 64 üstünə gəl 64 kök altında 2 üstünə gəl 32. Bu da bərabərdir 96 üstünə gəl 64 kökdə 2. Cavab olacaq A variantı. 21-ci sual. Təpə bucaqları kongruent olan iki bərabər yanlı üçbucağın oturacaqlarının uzunluqları uyğun olaraq 10 və 20-dir. Təpə bucaqları eyni olan iki dənə bərabər yanlı üçbucaqdır. Oturacaqları biri 10-dur, digəri 20-dir. Digəri 20-dir. Təpə bucaqları eynidir. Böyük üçbucağın yan tərəfi 26-dır. Kiçik üçbucağın oturacağına çəkilmiş hündürlüyün uzunluğunu tapın. Təpə bucaqları eynidirsə, onda oturacağı bitişik bucaqları da cəmi 180 dərəcə olmasından bərabər alınır. Onda bu iki üçbucaq oxşar olacaq. Oxşarlığa görə onda onun 20-yə nisbəti bərabərdir. Yan tərəfi B olsun. B-nin 26-ya nisbətinə. Bu 2-də 1. B-ni tapsa buradan 13 olacaq. Deməli, kiçik üçbucağın yan tərəfi 13-dür. Onun hündürlüyünü soruşur. Hündürlük
H bərabərdir. Pifaqor teoreminə görə 169 çıxılsın 25. H bərabərdir. Kök altında 144. Bundan da kök çıxacaq 12. Deməli, hündürlük 12-yə bərabərdir. 21-ci sualı cavab olacaq C variantı. 22-ci sual. Qarabağ sözündəki hərflərin yerini dəyişməklə neçə fərqli söz almaq mümkündür? Qarabağ sözündə A hərfi 3 dəfə təkrarlanır. Qalan hərflərin hərəsindən bir dənədir. Ona görə də bu təkrarlı permutasiyadır. Bu eləyəcək 1, 2, 3, 4, 5, 6, 7 faktorial bölünsün 3 faktorial. 3'ü ixtisar olunacaq, qalar 4, 5, 6 və 7-nin hasili. Bunu da hesablasaq 20 vurulsun 42, 840. 22-də düzgün cavab B variantı. 23-cü sual. Alfa, beta və gamma bucaqların dərəcə ölçülərini tapın. Cəmini tapın. Burada əgər AB-yə paraleldirsə, onda alfa 30 və 40-ın cəminə, yəni 70-ə bərabərdir. Birincidə alfanı tapdıq, 70. İkinci şəkildə bu qarşılıqlı bucaqdır, bura 20 dərəcə olacaq. 20 dərəcə olacaq. Bu beta ilə qarşılıqlı bucaqdır. Yenə eyni xassəyə görə 20 və betanın cəmi 70 dərəcə. Buradan betanı tapsaq 50 dərəcə taparıq. Deməli, beta 50 dərəcə. Nəhayət, üçüncü şəkildə bura 90-dırsa, bu da 90-dır. 90 və qammanın cəmi 130 olmalıdır. Buradan qammanı tapsaq olacaq 40 dərəcə. Beləliklə, alfa, beta, qammanı tapdıq. 70, 50, 40 dərəcə. Bunları toplasaq eləyəcək 160 dərəcə. 70, 50 və 40-ın cəmi bərabər olacaq 160 dərəcə. Deməli, 23-cü sualda cavab olacaq 160. 24-cü sual. Vektorunun başlanğıcı A, 3, 4, başlanğıcı 5, 10 nöqtəsində, sonu x, y nöqtəsindədir, B nöqtəsində. X, y hasını tapın. Vektorun komponentləri onun son ucu nöqtəsi ilə başlanğıc ucu nöqtəsinin uyğun koordinatlarının fərqinə bərabərdir. Yəni, x çıxılsın 5 3-ə bərabər olmalıdır. Y çıxılsın 10 isə 4-ə bərabər olmalıdır. X 8, y 14 tapılır və x, y hasili soruşulur. Bu da eləyəcək 112. 112. 25-ci sual. Funksiyası üçün bu limitlərin cəmi soruşulur. Bir-bir limitləri hesablayıq. Əvvəlcə x sonsuzluğa yaxınlaşanda, limit x sonsuzluğa yaxınlaşanda, kök altında 4x kvadrat üstünə gəl 25, çıxılsın 5, bölünsün x-dir, bərabərdir. Surət və məxrəci hədbəd x-ə bölsək, alarıq limit x yaxınlaşır sonsuzluğa. X kökün altına x kvadrat kimi girir və alırıq belə, çıxılsın 5 bölünsün x, məxrəcdə isə x bölünsün x, yəni 1 qalır. Deməli, x sonsuzluğa yaxınlaşdıqda 25 bölü x kvadrat 5 bölünsün x 0-a yaxınlaşır və yerdə qalır surətdə 4, məxrəcdə isə 1, bu da 2-yə bərabərdir. İkinci limiti hesablayaq, daha sonra bunların cəmini taparıq. Limit x 0-a yaxınlaşırsa, bu halda bu kəsirin surətinin qoşmasına vuraq. Surət və məxrəci. Yəni 4x kvadrat üstünə gəl 25. Çıxılsın 5. 4x kvadrat plus 25.
üstünə gəl 5. Bölünsün, x vurulsun 4x kvadrat üstünə gəl 25 üstünə gəl 5-ə bərabərdir. Surət kvadratlar fərqinə görə alınacaq 4x kvadrat üstünə gəl 25 çıx 25 məxrəcdə olacaq x vurulsun kök altında 4x kvadrat üstə gəl 25 üstünə gəl 5 bərabərdir. 25'lər islah olunacaq və 4x kvadratla x ixtisar olunsa alınacaq limit x yaxınlaşır 0-a. Yuxarıda qalacaq 4x, aşağıda qalacaq bu ifadə 4x kvadrat üstünə gəl 25 üstünə gəl 5. Burada da x-in yerinə 0 yazsaq artıq məxrəc 0-a çevrilmir deyə cavab 0 olacaq. Bu ikisinin cəmi soruşulur. Bunların cəmi birincinin cavabını tapdı. Bu limit 2-yə bərabər idi. Bu limit də 0-a bərabər olduğuna görə deməli ümumi bunların cəmi 2-yə bərabər olacaq. Cavab olacaq 25-də 2. 26-cı sual. İfadənin qiymətini hesablayın. 26. Loqaritm 3 əsasdan kvadrat 4,5 üstünə gəl 4 vurulsun loqaritm 9 əsasdan 4,5 vurulsun loqaritm 3 əsasdan 2 üstünə gəl loqaritm 3 əsasdan kvadrat 2 3 əsasdan 2-nin kvadratı. Birinci və axırıncını qruplaşdırıb tam kvadrata ayırsaq loqaritm 3 əsasdan 4,5 üstünə gəl loqaritm 3 əsasdan 2-nin kvadratı çıxılsın hasilin 2 misli. Hasilin 2 misli də 2 loqaritm 3 əsasdan 4,5 vur loqaritm 3 əsasdan 2 üstünə gəl 4 loqaritm 9 əsasdan 4,5 vurulsun loqaritm 3 əsasdan 2 olacaq. Bu bərabərdir. Bu mötərizənin daxilindəki ifadə loqaritmaların cəmi hasilin loqaritması olduğuna görə loqaritm 3 əsasdan 9-a, yəni 2-yə bərabər olar. 2 loqaritm 3 əsasdan 4,5 vurulsun loqaritm 3 əsasdan 2 olduğu kimi qalır. Burada 9-un əvəzinə 3-ün kvadratı yazsaq, burada düzəliş verirəm. 3-ün kvadratı yazıram. Onda qüvvətin loqaritmasının xassəsinə əsasən 1/2 əmsala, yəni 4-ə vurulacaq. Onlar 2 loqaritm 3 əsasdan 4,5 vur loqaritm 3 əsasdan 2. İndi baxın, bu ifadə və bu ifadə bir-birinin əksidir. Ona görə onların cəmi 0-a bərabər olar. Yerdə qalar loqaritm 3 əsasdan 9-un kvadratı, bu da ki 4-ə bərabər olur. Cavab olacaq 26-cı sualda 4. 27-ci sual. Deməli, funksiya üçün törəməsi üçün uyğunluq müəyyən olunmalıdır. Birinci sual. Birincidə verilib fx bərabərdir. Y üstü 3x üstünə gəl y kubudur. Bunun törəməsi f'(x) bərabərdir. Y üstü 3x vurulsun 3x'in törəməsi 3'dür. Onu əmsalda yazıram. Üstünə gəl y kubu sabit ədəddir. Sabitin törəməsi 0 olduğuna görə onu yazmırıq. İkincinin törəməsini tapaq. İkinci fx bərabərdir. ln 3x üstünə gəl ln 3 yazılıb. Burada da törəmə tapsaq. ln 3x'in törəməsi 1 bölünsün 3x'dir. Vurulsun 3x'in törəməsinə, yəni 3'ə. ln 3'ün törəməsi də 0'dır. Eləyəcək 1 bölünsün x. Daha sonra üçüncü fx bərabərdir. 3 üstü y üstünə gəl ln y yazılıb. Burada diqqətli olmaq lazımdır. Burada heç bir dəyişən yoxdur. Yəni bu sabit funksiyadır. 3 üstü y də sabitdir, ln y də sabitdir. 2 dənə sabit ədədin cəmi sabitdir və sabitin törəməsi 0-a bərabərdir. Uyğunluq olacaq belə. 1-ə uyğun B variantı, 1'ə uyğun B variantı, B variantı 1'ə uyğundur. C variantı 3'ə uyğundur. 2'ə uyğun isə
2'ye uyğun oldu. Hansı variant? Demək 1 bölü x D variantı. Beləliklə 27-də cavab olacaq 1, 1B, 2, D, 3, C. B, D və C. 28-ci suala baxaq. Mühəndislər yeni salınacaq tələbə şəhərciyində tələbələrin səyahət etməsi üçün avtobus xətti çəkməyi planlaşdırırlar. Avtobus A nöqtəsindən, A məntəqəsindən B-yə, B-dən C-yə, C-dən C məntəqəsindən A-ya düz xətt boyunca hərəkət etməlidir. Deməli, A-dan B-yə getməlidir, B-dən C-yə, C-dən də yenidən A-ya hərəkət etməlidir. Məntəqələr arasındakı məsafə tam ədədlərlə ifadə olunur. AC 10-dur. AC 10 kilometr. AB məsafəsi isə BC-dən 2 dəfə çox olmalıdır. AB BC-dən 2 dəfə çox olmalıdır. Avtobusun hərəkət edəcəyi trayektoriya üzrə bütün mümkün üçbucaqları nəzərdən keçirirlər. 28-ci sual. A və B məntəqələr arasında məsafə ən çoxu və ən azı neçə kilometr ola bilər? İndi baxaq, burada üçbucaq bərabərsizliyinə görə yaza bilərik. AC tərəfinin uzunluğu, yəni 10. Bu kiçik olmalıdır. 2x və x-in cəmindən, yəni 3x-dən kiçikdir. Böyük olmalıdır. 2x və x-in fərqindən, yəni x-dən böyük olmalıdır. Onda buradan alırıq ki, x 10-dan kiçikdir və 3x böyükdür 10-dan, yəni x böyükdür 3-dən, 3-də 1-dən. Deməli, bunların ikisindən alınır ki, x daxildir 3-dən 3-də 1, 10 arası. Buradan görürük ki, B və C arasındakı məsafə tam ədəd olduğuna görə x ən çoxu olmalıdır 9, ən azı isə x-in qiyməti bərabər olacaq, deməli 4-ə. Ona görə də AB tərəfinin uzunluğu ən çox ola bilər 18, ən azı isə olar 8. Demək, cavab olacaq 8 və 18. 29-cu sual. Hərəkət trayektoriyası üzrə bütün mümkün üçbucaqlar arasından təsadüfi seçilmiş birinin iti bucaqlı üçbucaq olması hadisəsinin ehtimalını tapın. Baxaq. Deməli, burada AB, BC tərəfi, AB tərəfi və AC tərəfin uzunluqların mümkün qiymətlərini qeyd eləyək. Deməli, BC tərəfi 3,1 ilə 10 arasında yerləşən tam ədədlər ola bilər. Yəni, BC-nin uzunluğu ola bilər 3, 4, 5, 6, 7, 8 və 9. 3 ola bilməz, daha doğrusu 4 ola bilər. 4, 5, 6, 7, 8 və 9. AB-nin uzunluğu isə bundan 2 dəfə çoxdur. 8 ola bilər. 10 ola bilər, 12 ola bilər, 14 ola bilər, 16 və 18 ola bilər. Bunlara uyğun da AC həmişə 10-a bərabərdir. Deməli, burada yazılmış hər üçlük bir üçbucağın tərəfinə uyğundur. Məsələn, tərəfləri 4, 8, 10 olan var, 5, 10, 10 olan var və s. Bunların hər biri bir üçbucağın tərəfləridir. İndi görək bunlardan hansılar iti bucaqlı üçbucaqdır. Birinci, iti bucaqlı üçbucaq olması üçün ən böyük tərəfin kvadratı qalan iki tərəfin kvadratları cəmindən kiçik olmalıdır. Bunları yoxlasaq, məsələn, birincidə 16 4-ün kvadratıdır, 64 80 eləyir. 16 80, 96 kiçikdir 100. Bu körbucaqlıdır. Bu olmayacaq. 5, 10, 10. Bu olacaq. Çünki 25, 100, 125 100-dən həqiqətən də kiçikdir. Bu ola bilər. 6, 10.
6'nın kvadratı 36 eləyir. 10'un kvadratı 100 eləyir. 136 kiçikdir 144'dən. Bu da olmaz. 7, 10. 7'nin kvadratı 49, 10. 49'un üstünə 100 gəlir, eləyir 149. 149 kiçikdir 196. Bu da körbucaqlı üçbucaqdır, bu da olmaz. Daha sonra 8, 10'u götürsək 64 üstünə gəlinsin 100. 64 üstünə gəlinsin 100. Bərabərdir 164. Bu da kiçikdir 256 eləyir. Bu da körbucaqlı üçbucaqdır. Axırıncısı 9, 10 verilib. Burada 81. Üstünə 100 gəlsə 181. Bu da kiçikdir 18'in kvadratı 324'dən. Kiçikdir 324'dən kiçik olduğuna görə bu da körbucaqlı üçbucaqdır. Deməli, burada bircə dənə iti bucaqlı üçbucaq 5, 10, 10'dur. Mümkün halların sayı 6'dır. 6 mümkün hal var idi. Bunlardan birində. Deməli, P bu A hadisəsi olsun. Bunu ehtimal eləyəcək 6'da 1. 30-cu sual. Avtobusun hərəkət edəcəyi trayektoriya üzrə alına biləcək bərabər yanlı üçbucağın sahəsini tapın. 30-cu sualda. Bərabər yanlı üçbucaq bayaq 29-cu sualda yazdığımız, aldığımız iti bucaqlı üçbucaqdır. Onun tərəfləri 10 kilometr, 10 kilometr və 5 kilometrdir. Bu üçbucağın sahəsini tapmaq üçün Heron düsturu ilə və yaxud hündürlüyü çəkib tapmaq olar. Mən hündürlüyünü çəkib tapacağım. Bura 5 bölünsün 2, burada 5 bölünsün 2 kilometr olur. Hündürlüyü tapaq Pifaqor teoreminə görə h kvadrat bərabərdir 100 çıxılsın 4'də 25. Onda h'ın kvadratı bərabərdir 400 çıxılsın 25 bölünsün 4. H'ın kvadratı bərabərdir 375 bölünsün 4. Deməli, h bərabərdir kök altında 375 bölünsün 2'yə. 375 də 4'ə tam bölünür. 25'ə tam bölünür daha doğrusu. 25'ə bölünür 15 dəfə. Deməli, 5 kök altında 15 bölünsün 2. Deməli, hündürlüyü tapdıq bu qədər. Sahə isə 2'də 1, tərəf 5 kilometr, vurulsun hündürlük 5 kök altında 15 bölünsün 2 kilometr. Bu da bərabərdir 25 kök altında 15 bölünsün 4. Bu da bərabərdir 6 tam yüzdə vahidində yazım. Kilometr kvadrat. Bu da bərabərdir 6 tam %25 kök altında 15 kilometr kvadrat. Deməli, burada düzgün cavab oldu. 6 tam %25 kök altında 15 kilometr kvadrat.